Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi paxlava hazırlayıram. Bayrama hazırlığım davam edir. Bildiyimiz kimi qarşıdan ən gözəl bayramlardan biri olan Novruz bayramımız gəlir. Bu münasibətlə hər kəsi ürəkdən təbrik edirəm. Allah hər kəsin ruzusunu bol etsin ki, hər kəs istədiyini alıb bişirə bilsin. Amin. Keçək reseptimizə. Nə edirəm? Un götürmüşəm. Üzərinə yağ, yumurta, xama, biraz duz, biraz quru maya əlavə edib südlə xəmirimizi yoğururam. Qeyd edim ki, mən 3 tava paxlavanın xəmirini yoğururam. Böyük bir xəmir yoğururam. Ərzaqlarımızın miqdarını alt bölümündə yazacağam. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Xəmirimizi də yoğurdum, biraz bunu kənarda saxladım, özünə gəlsin deyə. Çox mayalandırmağa ehtiyac yoxdur və kündələrə ayırıram. Videomuzu tezləşdirmişəm. Bilirsiniz, paxlava uzun prosesli bir işdir. Tezləşdirmişəm ki, sizə daha rahat olsun baxmaq. Kündələrimiz də hazır oldu. Gördüyünüz kimi 3 tava paxlavanın kündəsi hazır oldu. Keçirik bunu yaymağa. İlk öncə böyük kündədən başlayıram. Bilirsiniz, altına və üzərinə qalın kündə gedir. Kündəmizi yaydıq və tavaya qoymamışdan öncə ilk öncə tavanı yağlayıram və üzərinə biraz un səpirəm ki, yapışmasın. Kündəmizi tavaya qoyduq və bunun üzərini yağlayıram. Yağlayandan sonra bunun üzərinə ləpə əlavə edəcəm. Ləpəmizi də qeyd edim ki, mən həm qoz, həm fındıqdan istifadə edirəm. İkisini də qarışdıranda daha dadlı olur. Bütün kündələri eyni qayda ilə hamısını edirəm. Bunun hamısını çəkməmişəm, çünki eyni qaydadır. Həm yağlayıb, həm ləpə əlavə edirik. Uzun uzadı vaxt getməsin deyə bunun hamısını çəkmədim və son olaraq axırıncı kündəmizi göstərirəm. Bunun üzərindən bir dənə də kündə qoyub yağlayacağam. Və axırıncı kündəmizə ləpə əlavə etmirik. Bu da son kündəmiz, qalın kündəmiz. Üzərinə qoydum, artıq hazır oldu. Dediyim kimi hamısını çəkmirəm. Bu da bizim 3 tava paxlavamız hazır oldu. Bunların üzərinə yumurtanın sarısını çəkəcəm. Yumurtanın sarısının üzərinə biraz süd əlavə etmişəm və bunu yaxşı-yaxşı qarışdırıb paxlavanın üzərinə çəkirəm. Yumurta kənd yumurtası olduğu üçün belə gözəl nəticə alıram. Rəng olaraq çox gözəl alınır rəngi.
Gördüyünüz kimi artıq yumurtanı da çəkdim, qutardım və kəsirəm. Üç tava paxlavamızı eyni qayda ilə kəsdim. Və üzərini qozla bəzəyirəm. İkisini qozla, birini fındıqla bəzəyəcəm. Siz istəsəz qozu bütöv formada da qoya bilərsiniz. Mən qozun yarısını qoyuram. Dediyim kimi ikisini qozla, birini fındıqla bəzədim. Və bunları bişməyə qoyuram sobaya. 180 dərəcədə bişirirəm. Gördüyünüz kimi biraz bişib. Bunun üzərinə yağ gəzdirirəm. Və bir də kəsdiyim yerlərdən bir daha gedirəm ki, rahat kəsilsin deyə. Paxlavamız bişdi, hazır oldu. Üzərinə şərbət əlavə edirəm. Bəli, dəyərli izləyicilərimiz, bu da bizim bayrama hazırlığımız hazır oldu. Bayram paxlavamız hazır oldu. Möhtəşəm görüntüsü, möhtəşəm dad oldu. Bunları kəsib qaba servis edəcəm. Paxlavamızın gözəlliyinə baxın. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər. Sağ olun. Allah'a əmanət olun.